Hər kəsin hər vaxtı xeyir dostlar. Lənkərandan hamını salamlayıram. Bugün yolumuz İranadır. İnekler benim arkadaşım. Bugün yolumuz İranadır. İrandan yük vuracağıq. Gedəcəyik Rusiyaya, Sibirə. Sibir səfəridir və birinci dəfədir ki, mən İrana girirəm. İran səfərini çəkəcəm. Göstərəcəm sizə. Bu bizim ceyranımızdır. Ceyranımızı birinci dəfədir YouTube'da tanış edirəm. Ətraflı belə göstərin. Bu da pirçepimizdir. Deməli 2008 Actros MP2. Bu da Kron 2008 maşınla eyni yaşda xaladenlik pirçepdir. Belə pasız adı var ama gedər də. Bu Dağıstanlılara baxanda yenə şükürlüdür, necə deyirlər. Nakladkaları bu təzə dəyişildi, bu reis. Getdim. Hamısını dəyişdim, nakladkaların maşının. Düzü yeyilmişdi, qabaq təkərlərdə, o dingil təkərlər var. Qabaq təkərlər, onlar da çox yeyilmişdi, düzü dəmirə çıxırdı. Voto idi. Maşının yağını dəyişdim. İki dənə problemlər vardı, onları da həll elədim. Belə. Üst işıqlar heç birisi işləmirdi. Onları bir dənə qəşəng əl gəzdirdim. İndi canavar kimi işləyir. Xadavoyuna dəhşət pul tökülüb, dəhşət. 5-6 min Xadavoya pul gedib. Bir dənə balaca maşının pulu. Necə də xoşa gəlir. Çıxdıq yola. Tərpəndiyə bizimki yoldur. Gömrükləri çəkə bilməyəcəm, icazələr yoxdur. Təbii ki, biz də istəmərək başımıza bir problem açaq. İcazə olsaydı ama çəkmək istəyərdim. Hamıya maraqlıdır, gömrük necədir. Yenə tək tənha Quleyabani kimi düşmüşük yola. Zamat 2-2-3-3 gedəndə maşınla mən tək gedirəm. Tək getməyin ləzzət edir mənə. Çünki heç kimin ağzı ilə oynamırsan. Özün istədiyin yerdə dayanırsan, istədiyin yerdə sürürsən. Düzdür, hər ölkənin öz qayda qanunu var, onları da bilmək lazımdır. Yoxsa bilmədin, ilk dəfə gedib girirsənsə, o gərək 200 dənə maşınla girəsən ki, ölkənəsən. İranın nə bilimi, kim bilir nə qədər, neçə dəfə gedib girmişəm. Yəni, bilirəm. Yəni, Almaniyadan əvvəl olub. Amma Almaniyadan sonra heç girməmişəm. Mənim mahnı şeyimə baxın, zövqümə baxın. Bir tərəfdə Niyaməddin, bir tərəfdə Tupac, bir tərəfdə nə bilim, Eminem. Işıqlarımız pırtlandı. Belə proqramla da idarə edə bilirik. Görürsünüz? Aha. 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 İstediğin rengi de buradan ayarlayabilirsin. YouTube'umuz burada öz sözün değil. Burası o logonun içine neyse YouTube logosunun içine bir tane de neyse yazdırmak istiyorum. Qalmışam belə ya şəkildən, zaddan da ya. Görüm nə edirəm.
Yavaş-yavaş əmələ gələcək, düzələcək hər şey. Dostlarım, bunu görürsünüz 7194. Biraz qıraqdan gələnlər izləyin videomuzu, zəhmət olmasa abunə olun. Geçen videolar sizi gözləyir. İnansız öz videom da özümə ləzzət eləyib. Dayanıb bir saat öz videoma baxıram ki, mən nə qəşəng yerlər keçmişəm. Hərdən videolarıma baxıram, öz videolarıma. Ya montaj eləyəndə özümü qapdırıram, elə dayanıb baxıram. Yadımdan çıxır bəzi yerləri kəsməli oluram. Yadımdan çıxır onları da keçirəm, gedir. Sonra ikinci dəfə nə bilim, gəlib keçirəm oradan kəsib edirəm. Tır videosu fərqi yoxdur, yəni öz videom olsun, başqasının videosu olsun. Tır videosu oldu, hepsi özümü saxlaya bilmirəm. Mən YouTube'a girdim, tır videosuna baxıram. Xoşuma gəlir. Gəldik, çıxdıq Astaraya. Deməli. Bu Astara rayonun içinədir. Yox, buradan körpünün altından fırlanırsan, körpünün üstünə, rayonun içinə. Amma biz düz gedəcəyik. Təzə gömrüklə Astara dövlət sərhədinin buraxılış məntəqəsi. Sərhədindən, mən sərhədinin oxudum. Buradan keçirik, biraz gedirik qabaqda, orada gömrükdür. Mən buradan o tərəfə çəkə bilməyəcəm. Çox istəyərəm ki, hamına çəkib göstərim, amma qayda qanun ona icazə vermir. O tərəfdə heç görüşərik. 2 hours later. İrana girmiş olduq. Baxın kimi gəldim, tapdım burada. Girdik axır ki İrana. Telefonla çəkəyim. Bu Məhəmmədli qabaqda gedən. Məhəmmədi gəldim, burada tutdum. O məndən qabaq çıxmışdı, nətər gəldi bura. Eyni vaxtı çatdıq, mən çatmadım. Gəldim, gördüm ki İrana keçib gözləyir sənədlərini. Bura İran astarasıdır. Biraz səsim uzaqdan gələ bilər. Mikrofonsuzam. O yüzden biraz kusura bakmayın. Geldim, burada Məhəmmədi tapdım. İndi Məhəmməd biraz qabaqdadır. Bu taxta maşınından biraz qabağa diqqətlə baxa bilsəz, bilmirəm, mən də geniş açıya qoymuşam. Qabağa diqqətlə baxa bilsəz görəcəksiniz onu burası. Ama yüklemeye gedirəm. Yükləyəcəm. Oradan da gələcəm, Payana deyilən yer var. Oradan o ses götürəcəm. Payanadan üzü gömrüyə. Dayanacam. Sonra dizeldə durmalıyam. Bəlkəm çəkə bildim, bəlkəm çəkə bilmədiyim üçün onları yalan deyərəm. Mən birinci dəfə yani bu birinci girişim değil. En azı bir 15-20 dəfə gəlmişəm bura. İrana. Abi bir ilk dəfə, birinci dəfə gələndə buranın iç baxanda, yani iç suyundan nəyə oxşayır? Suriye'ye zada oxşayır. Suriye'dir, İraqdır. Mesela bu o tərəflərə oxşadıram. Nədəndir? Nədənsə. Ama sen de bilmeyeceksin hiç belli değil. Ya Suriye'de dayandı.
Deməli burada yükləmə yerinə gəlib giririk. Birinci mən yükləyirəm. Bəzi yerlərdə mikrofon problemi olduğu üçün mikrofondan nələr çəkirəm indi də özünüz bilirlər. Mikrofon problemi olduğu üçün səsləndirə bilmirəm. Gedir bəzi yerlərdə. Bəzi yerlərdə hətta görüntü də getmişdi. Burada girirəm yükləmə yerinə, o qabaqdakı irəlidəki maşın məni gözləyir, İran maşınıdır. Yükləmə yerinə girirəm, arxasını verəcəm ora, o maşınla elə bil arxa-arxaya dayanacam da, üzü bəriyə. Onun maşınından mənim maşınıma yükləyəcəklər albalı. Sağda da bir dənə masalın nömrəsi ilə maşın dayanıb, o da məndən sonra yükləyəcək. Demək olar ki, üçümüz, dördümüz bir yerə gedirik. Bir 6 dənə maşın idik, amma o bilər tanımıram kim idi. Bir dənə bunu tanış oldum orada. Bir dənə də Məhəmməd idi. Maşından maşına yükləməmiz olur. Buradan çıxıb gedəcəyik. Payına deyilən bir yeri var. Zapravka zad edirik. Oradan zapravka eləyəcəm və blomumu vuracaqlar üzü tamojniya. Belə bir yerdir. Bu da Azərbaycan maşınıdır. Sabah yükləməsi var, gözləyir. Bitti. Qapımızı bağlayaq. Bu mənim payımda. Bunatırıq kabinaya, yolda yeməyə. Çıxdım oradan yükləmədən, qoymuşam spalniyə. Kameranı ki video çəkim. Sən də mən video çəkməyib. Gəldim burada xəbərdar oldum ki video çəkməyib. İndi videomuz yarımçıq. Bura kimi geçen videolar çəkmişdim. O yükləmə yerindən payana deyilən yerdir bura. Payana deyilən yerə gəlmişəm. Bura qədər geçen video çəkmişdim. Getdi. Hər neysə. Maşın saxladım burada. Bu da mənim ceyranımın çöl görünüşü. İndi ilandan zaten vuracaq mənim. Video uğrunda gedəcəm. O sertimiz çatır qapıya. Bulumumu vurublar. Görün neçə dərəcədir? 2 dərəcə. 2 dərəcə deyiblər, 2 dərəcədə də qalıb.
Kolum da vurublar, hazırdır. İndi birazdan qapıya yola düşəcəm. Bu İran bulanımız hazır. Maşın kodlamışam, hava yıksın, tərpəni. Bu kameranın gecə çəkilişi o qədər də sən deyən ürək açıcı deyil. Yani telefon bundan yaxşı çəkir. Bunu buraya yatmışım ha. Yavaş yavaş qaçaq. Qaçaq qapıya. Gömrüyün içində video çəkməyəcəm çünki olmaz. Özümüze problem yaratmayaq. Kameranı bura koymuştum. Tripoda. Orada da kalmadı. Kalmadı deyəndə orada da video çəkməyib. Çıxaq yola yavaş yavaş. Neyse çıxaq buradan. İbrahim'e zəng vururam ki yükləyənə. Ki gömrükdə sənədlərim hazırdır. İbrahim de açmıyor telefonu. İbrahim'e de zəng çatmır ya. Neyse de gedirəm də günün başına da. İbrahim, mənim sənədlərim hazırdır. Mən üçün çıxmışam, gedirəm gömrüyə, baxıyorum. Payanadan çıxırıq. Payana. Mikrofonumuzu burada qoyaq qırağa. Yaxamızdan işıq yanmasın. Şübhə çəkməyək. Məhəmməd burada soldadır. Sənədlərini çəkir. Ne oldu? Çıkın. Gel de. Gedək də orada yatarıq içeride. İşimizin gücümüzün adı nədir?
Açdıq buradan İrandan. Bura gələndə ancaq qum banyosu eləyirsən, çimirsən. Yuxu bağlayaq, üstümüz qum olmasın. Canınızı yerlər, yol verəcəksiniz bizə. Buna. Kim hardan girdi, Hindistan'da da bura. Çəkilin görün, mən sizi gözləsəm səhərə qədər gərək burada gözləyim. Çıxacam bir dəqiqə bir üzünün üstünə. Yol da pis gündədir bax. Toz, torpaq. Bu yolu il yarım 2 il əvvəl getmişəm, indi bilməm yalımda qalıb, qalmayıb. Trampolin. Bir dənə Səncanı, buna baxın. Bir dənə motosikletdə 3 nəfər oturublar. Ortada uşaqdır, arkada yoldaşıdır, özü də sürür. Buna baxın. Buradan sağa cürrüyürük. Buna baxın. Çox təhlükəlidir bunlar. Vəhşi kimi də sürürlər. Buna bax, yolu bağlayıblar, biz protiv girməliyik. Ürəyim partlasa da bu şüşəni bağlayacağım. Get, sənin ciyərin yandı, get. Dəhşət tozlu buralar. Dəvaya, buna da, qabağa baxın. Toza torpağa baxın. Məhəmməd görəsən gəlir arxamdan. O Samaraya yükləyib. Samaraydı yoxsa haraydı? Deyəsən Samaraydı. Mən də Yekaterinburg. Bezmişəm şablon yolları getməkdən, şablon yerlərə getməkdən. Adam nə qədər Moskvaya gedər, adam nə qədər yaxınlara gedər, bir dəfə də uzağa gedər. Məndən olsa bax, şimdi Çinə zada yük götürəm, indi o da alınar. Biraz şey diyeyim, maşının tam işlərini yoluna qoyam. Bax, belə uzağa götürmək istəyirəm yükü. Yəni, bu fer dəyməsən, bura yol bərbaddır. Oçeret buradadır, J-Qapın oçereti buradadır. Görək ki, Məhəmməd haradadır. Arxamda olar. Yəqin ki, gələr 5-10 dəqiqə. Hər neysə dostlar, bugünlük bu qədər idi bu video. Gələn videoda görüşərik. Sağ olun, salamat qalın.